Düşünürəm ki, Azərbaycan lideri zəngiləsi deyil və ümumiyyətlə belə getdiyi halda heç Azərbaycanın yüksək səviyyədə nümayəndələri heç bir Rusiyada keçirilən tədbirlərdə düşünürəm ki, heç iştirak etməyəcəklər. Yəni hesab edirsiniz ki, belə bir telefon zəngi qarşı tərəfdən də gələ bilməz. Bəs Rusiya tərəfi necə? Çünki təyyarə hadisəsi baş verən zaman belə bir telefon danışığı reallaşdı. O zaman düzdür, tam olaraq üzrxahlıq deyildi. Yəni Rusiyanın etdiyi ilə bağlı bir etiraf deyildi, amma ən azından bu hadisədən bir təəssüf hissi doğurduğunu vurğuluyurdu. Mən hər halda hiss eləyirəm ki, Rusiya təzyiq demək olar ki, siyasətin davam etmək niyyətindədir. Ancaq nahaq. Azərbaycanı sındırmaq iqtidarında deyirlər. Rusiya indi dostsuz qalıb. Onun dostu İrandır, Şimali Koreyadır, Venezueladır və Belarusya. Onlardan başqa da dostu qalmayıb. İstəyir indi Azərbaycanı da demək olar ki, özündən itələsin. Çox düşünürəm bu istiqamətdə addımları zəruridir, düzgündür. Ancaq sonda nəyi qazanacaqlar? Onu demək çətindir. Hər bir halda Azərbaycan reallıqları olduğu kimi qəbul edir. Yəni Azərbaycanı özünə tabe edib, öz arxasıca süründürmək istəyirlərsə, nahaq. Azərbaycan kifayət qədər möhkəm dövlətdir ki, öz siyasətin müstəqil şəkildə formalaşdırsın.